Qazaxıstan hava limanında gərgin anlar, uçuş qapağı qəfil hücum oldu. Qazaxıstanın Almatı şəhərində naməlum şəxs hava limanının əməkdaşını girov götürməyə cəhd edib. Report Qazaxıstan kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, hadisə barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Onun bu əməlinin səbəbləri hələ məlum deyil. Yerli vaxtla saat 11:45 radələrində daxili reys terminalında uçuş qabağı yoxlama zonasına sərnişin qismində bir şəxs yaxınlaşıb. Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ondan sənədlərini təqdim etməyə xahiş ediblər. O isə əməkdaşlardan birinin saçından tutaraq bıçaqla hədələməyə başlayıb. 7 dəqiqədən sonra kişi hava limanı ərazisindəki Xətt Polis Şöbəsinin və Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tərk silah edilib. Hazırda o Xətt Polis Şöbəsindədir və hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin araşdırılması ilə məşğul olur.